Qur'anın bizə tapşırıqlarında var, danışığınız gərək bəliğ olsun. Qavlən bəliğa. Yəni açıq aydın danışmaq. Bəzi insanlar var ki, danışdığı zaman o qədər şəffaf, aydın, açıq danışır ki, hamı başa düşür, hətta nəsə öyrənir o danışıqdan. Amma bəzi insanlar o qədər qapalı danışır. Yəni sən bilmirsən ki, bu neçə dəqiqə ərzində, ya hətta bəzən 1 saat danışdı, indi nə oldu? Çox önəmlidir əzizlərim. Danışığımız aydın olsun, şəffaf olsun. Bəli, bir sıra qəbul edirəm. Terminlər var, bu tibbdə də ola bilər, fəlsəfədə də ola bilər, psixologiyada da ola bilər, bütün sahələrdə ola bilər. Mütəxəssis, ekspert məcburdur o terminlərdən istifadə eləsin. Amma onun Azərbaycan dilində sinonimi varsa, oxşarı varsa, niyə biz öz dilimizdən istifadə eləməyək? Qur'an buyurur, qavlən məysura. Asan danışın, insanlar başa düşsün.